Salam aleykum. Sözüm buradan kişilərədir. Ailəvizin əlini buraxıb yanına getdikləriniz, inanın Allaha ki, sadəcə bir həvəsdir. 1 aylıq, 5 aylıq, 1 illik həvəsə görə yoldaşınıza xəyanət eləyib, bir ömür boyu xoşbəxtliyinizdən məhrum olmayın. Vallah, billah, siz hər zaman belə cavan qalmayacaqsınız. Bunun sabah qocalığı var. Sabah siz bir bağlaca qocalanda, bir bağlaca getdiyiniz o insanlara qayğınızı, diqqətinizi azaldanda, yeri gələndə təpiyi vurub sizi çölə atacaqlar. Ailəniz qədər sizin nazınızla heç kim oynamaz. Ailəniz qədər sizin qayğınıza heç kim qala bilməz. Sadəcə olaraq bir balaca nəfsinizə hakim olun. Bir balaca iradəli olun. Nəfsinizin qurbanı olmayın bu həyatda. Esselamu aleykum.